Bugün UFC 202 Nate McGregor'a qarşı ikinci hissə. Big combination. Oh, beautiful counter by Conor. McGregor's in big trouble here. Nate Diaz is going off. We have ourselves a fight. 8 güşəli ulduz Las Vegas'ta yerləşən möhtəşəm arena olan T-Mobile Arena'ya geri döndü. Hazırki vəziyyətdə ən çox gözlənilən döyüşə xoş gəlmisiniz. Bu çox unikal bir vəziyyətdir, çünki bizim Conor McGregor kimi indiyə kimi əla döyüş nümayiş edən bir döyüşçümüz var. O birinci döyüşü böyük risklə qəbul elədi və məğlub oldu. Bu oğlan 145 funtda çempiondur, bugün isə 170 funtda döyüşür. Conor nəticəni dəyişmək istəyir və döyüş 5 aydan sonra yenidən baş tutulur. Birinci döyüşdə Nate Diaz ona qalib gəldi, onu boğdu. Ondan sonra isə müzakirə olunmadan revanş istədi Conor. Bugün isə revanş baş tutur və görəsən o qisas ala biləcəkmi? Nate Diaz onun üçün çox çətin rəqibdir və inanmıram ki, Conor'un stili 5 raund Nate ilə döyüşməyə imkan versin. Fikrimcə Nate hakim səs verməsi ilə qalib gələcək. Birinci döyüş möhtəşəm idi. Həmin döyüş pay-per-view satışında rekord vurdu və indiyə kimi zirvədədir. Mən həmin gün məğlub oldum, amma bugün döyüş təkrar olunur və mən həmin döyüşün qisasını almağa gəlmişəm. Nate Diaz, bu oğlan Stockholmda doğulub, orada boya başa çatıb. Onun qarışıq döyüş növlərində unikal bacarığı var. Jiu-jitsuda qara kəmər, əla boks, o qarışıq döyüş sənətində ən bacarıqlılardandır, eyni ilə Conor kimi. Elə bu amil də bu döyüşü daha səbirsiz, daha gözlənilən edir və döyüşçülər artıq özləri səbirsizlənirlər ki, qəfəsə daxil olsunlar. Mən UFC-də 10 ildir ki döyüşürəm. Döyüşdən heç vaxt imtina eləməmişəm. Hələ mən bütün bu zibilə başlayanda istəyirdim ki, ətrafda ən güclü mən olum. Birinci döyüşə gəldikdə mən qəfəsə daxil olanda artıq bilirdim nə etməliydim. Çıxdım və elədim. Onlar Conor elə qələmə verdilər ki, o məğlub edilməzdi. Əgər kimsə mənim ətrafımda çıxıb sinəsinə döyəcək ki, mən birinciyəm, elə mən birinci olaraq onu döyüşə çağıracam və onu döyəcəm. Heç kim dəqiq deyə bilməz ki, bu iki oğlan neçə dəfə söz atışmasına çıxıblar. Amma bu çərşənbə bu söz atışması yeni mərhələyə daxil oldu. Bəli, Conor McGregor sanki bunlardan bir həzz alır. Hər zaman nəsə kiməsə söz atır, kiməsə nəsə deyir, amma Nate Diaz'a qarşı bu sözlər işlənilmir. Ona təsir eləmir bu sözlər. Nate Diaz özü trash talk'un ustasıdır. Onun bu işdə qara kəməri var və bu cür stare-downlar o dəfələrlə görüb və yola verib. Bir insanın mental döyüşməsi əlbəttə əsas amillərdən biridir. Amma unutmayın ki, döyüşmək ən vacibdir. O bilirəm ki, çıxacaq və mənə döyüş verəcək. Əlbəttə zəif döyüşçülər var, amma Nate onların sırasından deyil. Bu Nate üçün çox pis gecə olacaq. Bizim co-main eventimizdə çox gözəl döyüş var. Qalib Daniel Cormier ilə döyüşəcək. Bu ya Anthony Rumble Johnson ya da Glover Teixeira olacaq. Here we go. Oh, wow, dəli olmaq olar. Sardı getdi. Wow! Good Lord, that is a terrifying man. 13 seconds is all it takes. Rumble Johnson. Və buyurun, biz gecənin əsas döyüşünə gəldik çatdıq. Hansı ki, Nate Diaz Conor McGregor'la yenidən döyüşəcək. Açığı yadıma da düşmür ki, döyüşə axırıncı dəfə belə nə vaxt köklənmişəm. Xanımlar və cənablar, bu indi baş tutacaq. Here we go. 30 seconds. Sən elə bilirsən, məni döyə bilərsən, amma mən bilirəm səni necə döymək lazım. Mən ora çıxmağı və qalib gəlməyi fikirləşirəm. Elə belə də olacaq. Mən döyüşə çıxanda heç vaxt fikirləşmirəm ki, rəqibi öyrənim. Mən çıxıram və onun üstünə gedirəm. Elə bu döyüşdə də mən onu eləyəcəm. Üstünə şığıyacam, onu yox eləyəcəm, ayaqlarını qıracam onun. Ora çıxacam və öz işimi görəcəm. İndi mənim yalnız bir hədəfim var. Qalibiyyəti qaytarmaq. Yalnız gözəl döyüşçü yox, həm də keyfiyyətli şəxsiyyətdir bu. Hansı ki, bu oğlanın təkrarını görməmişik biz. Conor McGregor.
Bu xarizma Conor McGregor'ın daxilində yaşayır və hər dəfə qəfəsə çıxanda bu onu biruzə verir. Bu onun möhtəşəmliyidir. 8 güşə içində isə hər şey görünür. Təbii ki, Nate Diaz'la olan birinci döyüş bu amillərin bir hissəsini dumanda qoydu. Amma Conor McGregor'a ikinci şans verilib ki, qalibiyyəti özünə qaytarsın. Və hətta itirdiklərindən daha çox şeyi geri qaytarsın. Görək, o bu şansdan istifadə edə biləcəkmi? İtirdiklərini geri qaytaracaqmı? Nathan Diaz bu zirvəyə çatmaq üçün qardaşı Nicklə birlikdə uzun bir yolu fəth edib. Bu oğlan əsl döyüşçüdür və nöqtə. Və siz indi baxdığınız Nate Diaz'ın Conor McGregor'a qarşı döyüşə hazırlaşmaq üçün əməlli başlı vaxtı olub birinci döyüşdən fərqli olaraq. Birinci döyüş ərəfəsində hamımız bilirdik ki, söz-söhbətlə ona qalib gəlmək mümkün deyil. Bu oğlan dayanmadan məşq edir və onun çox gözəl bacarıqları var. Nate'in uzun müddətlik təcrübəsi var, nəinki 8 güşədə, həmçinin zalda. Nate həqiqətən güclü döyüşçüdür. O təzyiq altında yox olan döyüşçülərdən deyil. Bütün dünya izləyir. Hamı baxır. Close touch now. Good luck to both of you. Not a chance. Not a chance. McGregor. Diaz. Here we go. Getdik. McGregor. Diaz. Fight scheduled for 5-minute round. Here we go. Elə mən də belə təxmin eləmişdim. O low kicklərdən başlayır. Güc yığ get üstünə. Those are unchecked, brutal power kicks off that back leg. Conor looking for redemption. Təzyiq elə ona. Oh, he tagged him. And again, wow. Good left hand by Conor. Oh, He's on shaky legs. Bax belə Conor, o addım atanda ona qarşılıqlı zərbə vur. over and over. Oh my goodness, he hurt him. He hurt him. Tələsmə, tələsmə. Conor, Oh my goodness. Conor says, get on up. low kicklərə hazır ol. Sağa hərəkət elə. And again with the leg kick. Nate's having a problem with that leg, Mike. Fight going according to plan thus far for McGregor. Oh, he got tagged. Big shot. Slams it in there. Sol hook at. Oh, Big shot there. boy, these guys are exchanging. Oh, he tagged him. He tagged him with the hard right hand. Sakit, plana riayət elə. This is nuts. Oh, big shot going right after him. What a combination. This is incredible. Final seconds of the round. Big flurry. Wow. 1-0 McGregor. Birinci round Conor'undur. Diaz bugün Conor'u heç nə eləyə bilməyəcək. Hər şey biz təxmin etdiyimiz kimi işləyir. Heç nə dəyişmirik. Nate, bir şey deyim, cəbləri artır. O addım atmağa başlayanda onun üstünə hücum elə. Əsas sən cəblərə köklən. İndi bizim texnik tərəfimiz işləyir və ümid edirəm ki, bu 4 round bizə kömək olacaq. Heç ara tələsmirik. Ona bu low kickləri vermə, Nate. Now Nate now knows he's in a fight. Eyni şey, dincəl, tələsmirik. Calculated yet aggressive attack. What John Kavanaugh is talking about. Nate's corner was saying no more free kicks. Oh, he ate another one. Look at that right leg. Nate Diaz is chewed up already. Ona qarşılıqlı zərbələr vur. Əgər üstüvə gəlirsə, əgər gəlmirsə low kick vur. Oh, he tagged him. Oh my! He's hurt. My goodness. Incredible. Vur! Ona cavab vermək lazımdır. Vur, dayanma. Picking him apart right now. All Conor McGregor. Tagged him with another left. Oh, are you kidding me? Oh, tagged him again with the left hand. Conor, geri çəkil. He's got to get back up to his feet. He's got to try to recover here. Conor looks perfect thus far. So explosive. Just simply outstanding. Nate's having a hard time moving on that right leg as well, Mike. That could be a factor in why he's falling down like this.
Thus far, Nate unable to get into that flow. Not just not able to get in the flow, not able to get success with anything yet. So far, just a perfect strategy by Conor. Tələsmə. Tələsmə. He's happy to wait instead of hunting down openings like he did in the first fight. But he's getting more and more confident as this fight goes on. Nice shots. Standing right in front of Nate and outboxing him here. He is really rising to the occasion. Bir də ayağına vur. Good kick. He just ate a big kick. Nate trying to become the aggressor here. We're moving in to round number 3. And Conor was breathing very heavy in between rounds. Yep, and Nate senses it. Nate just pointed to him, and he just rocked him. And the chants of Diaz ring through the crowd. Here we go. Oh boy. Good spin by Conor. Nate caught the leg. Conor, plana riayət elə. Good combination on the break by Nate. Conor's moving away here, and Nate's pointing at him. Onun üstünə şığı, o da atab gətirmir. Nate points at him after he hits him. This is a real dog fight. Oh! And Nate tagged him with a 1-2. Clinch. Quick punches to the jaw. Oh! There's the big body shots. McGregor's in big trouble here. Nate Diaz is going off! Diaz looking to finish him right here, right now. Oh! Oh! Nasty shot to the body. That hurt him. Oh! Big trouble for McGregor. Final seconds of the round. Just trying to survive. Unbelievable. Wow. Huge round for Nate Diaz. Oh! What a turn of events. What a round! Əgər o səni qəfəsə sıxıbsa, əllərini qaldır, qoy əllərinə vursun. Ya da fırlana bilərsən ki, blok eləyəsən. Qulaq as, onu qəfəsə sıx və üstünə getməyə davam elə. Yaxşı, sakitləş. Eşidirsən məni, vurmağa davam elə. Həll edici çempionluq raundları. Əllər yuxarı, o sənin üstüvə gələcək. Main event, but 5-minute rounds. What a fight. A hard 1-2 by Conor, a good left hand over the top. Nate took some punishment early, weathered the storm. Man, he turned it on at the end of the round. Another hard leg kick by Conor. Bax belə. They're going at it in these clinches, Mike. And Nate Diaz is throwing volumes of punches, whereas Conor's pot-shotting. Bir də ayağından bir də vur. Ooh! Another hard leg kick. He wobbled him with that one. Nate is bloodied up, Mike. Real bad. And he just ate another hard left hand by Conor. Oh, man. Nice elbow. Oh, my goodness. Oh! Big elbow. Qəşəng, əla Conor, əla. Very nice combination there by Conor. He seems to have caught a second win, Mike. Both of these men so durable. Oh! Nate staggered him there. Oh, beautiful counter by Conor. Moving well. Good combination. Little slip and rip. Oh, he tagged him with that left. Big right hand counter. Clean shots. And they're still swinging. Oh, Conor. beautiful left. Wow. Əlləri qaldı. Oh, he went high with that. Slip. My goodness. This is a wild fight. Axırıncı round qardaşım, axırıncı rounddur. 3-1-ə sən qalib gəlirsən, Conor. Udmaq lazımdır qardaşım, udmaq. Özün necə hiss edirsən, Conor? Əla. Tam ürəklə qardaş, tam ürəklə. 5-2 dəqiqə döz. Həyatımın ən yaxşı döyüşüdür bu. Qardaşım, axırıncı rounddur. Get qardaşım. Conor, axıra kimi işlə. They are on their feet. Here inside the sold-out T-Mobile Arena. The battle continues. 5 minutes remain. Nasty leg kick to start things off. Gilbert Melendez telling Nate Diaz, you need to win this round. Vursundur. Oh, hard kick. Good combination by Conor. Nate shakes his head, but those shots landed, as did those. Big shots. Oh, big right hand. Nice knee. Beautiful. Excellent shot there by Nate. Oh! Big elbow. Wow! Knee to the body by Nate.
He drops down again for the double. Can he get it? No. Outstanding. Excellent defense again by Conor. And Conor turns it around. Nicely done. Great technique. Nicely. Dur ayağa, dur ayağa. Conor with a trip and Nate right back up to his feet. Beautiful takedown by Nate Diaz. In the final seconds of the 5th round, could be huge on the judges' scorecards. What a fight. They left it all inside the octagon. And win, lose, or draw, that was an incredible performance by both fighters. What a fight! Utdum hemen. Hə, yəqin ki sən utmusan. 3 round. After 5 rounds, we go to the judges' scorecards for a decision. Jeff Bowen scores the contest, 48-47. Glenn Trovish scores it, 47-47. And Derek Clearly scores it, 48-47. For the winner by majority decision, the notorious Conor McGregor! For the winner by majority decision, the notorious Conor McGregor! Conor, bu əla döyüş idi. Zəhmət olmasa döyüş haqqında fikirlərini alçaqlar, sürpriz, kral qayıtdı. Rematchda qalibiyyət münasibətilə təbrik edirəm. Çox sağ olun, amma hesab 1-1-dir. Özümdən ağır çəkili ilə döyüşdüm. Bütün çətinliklərin üstündən gəldim. 170 funtda döyüşdüm. Əgər 3-cü döyüş istəyirsinizsə 155 funtda mən hazıram. Nate, hakimlərin qərarı ilə bağlı nə deyə bilərsən? O məni nokaut eləməli idi. Mən 3-cü döyüşü istəyirəm, 3-cü döyüşü. 2-ci döyüşə mən cəmi 2 günə qərar vermişəm. Ona görə cəhənnəm olsun. Xanımlar və cənablar, Nate Diaz. Bugünkü gecə Conor McGregora məxsusdur. Bu iki oğlan qəfəsin içində 100% güclərini qoydular. Conor və Nate bütün dünyanın gözlədiyi şeyi onlara bəxş etdi. Onlar bütün gücünü qəfəsin içində nümayiş elədilər. Bu döyüş bütün gözləntiləri ötdü keçdi. Karyerasında ən prinsipal revanşa qalib gələrək Notarius qəfəsi qalibiyyətlə tərk edir. Əlbəttə, biz döyüşə o plandan çıxmışdıq ki, rəqibin üstünə yalnız şığıyaq və yalnız şığımaqla, low-kicklər vurmaqla qalib gəlmək olar ona. Əlbəttə, döyüşün sonunda o axsayacaq, amma bu qalibiyyətə gətirib çıxarır. Mənə əl ağacı verin, əl ağacı lazımdır. Bilirsiniz, mənim vecimə də deyil kim nə danışır. Mən bu oyunu yeni səviyyəyə çıxartdım. İndi bir baxın, Nate Diaz nə qədər pul qazanıb. Nate Diaz birinci döyüşdən sonra nə qədər pul qazanmışdı. Və mən baxıram, birinci döyüşdən mən məğlub olanda digər döyüşçülər necə sevinir. Və əlbəttə ki, ikinci döyüş hazırlaşmağımda bu böyük bir alov oyatdı məndə. Hamı üçün, bütün İrlandiya üçün bu çox böyük əhəmiyyət kəsb eləyirdi. Biz əla nəticə əldə elədik. Bundan əlavə olaraq o 2 çəki yuxarı qalxdı, qalib gəldi. Bu heç yerdə görülməyib. O, qardaşım, salam, çox sağ ol gəldiyin üçün. Conor, təbrik edirəm, çox sağ ol. Nate, nə fikirləşirsən? Mən fikirləşərəm, qalib gəldim. Məni fırlatdılar. Ey, Nate məndən çəkidə çox ağır idi. Deyəsən o eşeğin çəkisi 190 funt uydu. Ayda, mən deyəsən qalib gəldim, yox? Sən canı düz deyin də, hə? Yox, əslində qalsa onlar bütün zərbələri, bütün atılan low-kickləri, hər bir şeyi nəzərə alırlar. Amma mən döyüşü ümumi qiymətləndirdim. Mən onu döyüşə sıxırdım, həmişə sıxırdım, üstünə gedirdim. Ümumi baxanda sən qalib gəlirsən. Bəli, mən tamamilə düz bilirdim ki, o birinci döyüşə çıxanda güclü zərbələrlə çıxacaq. Ona görə mən plana uyğun hərəkət eləyirdim. Mən əmin idim ki, və plan belə qurulmuşdu ki, 3-cü, 4-cü raundlarda o zəifləyəcək və mən onun üstünə gedəcəm. Və ona görə elə axırıncı raundlarda, nəinki birinci, ikinci raunddan daha... Mən açığı nokaut dalınca ora girməmişdim. Mən bilirdim ki, 5 raund o mənim qabağımda duracaq və o durdu. Ona görə mən nokaut dalınca girməmişdim. Birinci raundda onun ayağını sındırdım və o ondan sonra axsamağa başladı. Onun bədəninə zərbələr endirdim. Bütün gücümü əl zərbələrinə verməmişdim. Ayaqla da davam eləyirdim vurmağa. Düzdür, bundan sonra mənim ayağım ağrıyır, amma mən xoşbəxtəm. Mənim üzümə bax. Başa düşürsən? Hər şey əladır. Amma mən heç barmağımı da tərpətməyəcəm 3-cü döyüşə kimi. Qoy 3-cü döyüşü tezliklə təşkil eləsinlər.
Siz Nate-ə hörmət eləməlisiniz və onun döyüş stilinə hörmət eləməlisiniz. Başqa cür ola bilməz. O alçaq çox dözümlü döyüşçüdür. Mən onun üstünə şığıyırdım, zərbələr endirirdim, 2 dəfə onu yerə yıxdım, amma o davam edirdi dözməyə. Oh, he tagged him. And again. Его лицо просто... Onun sifəti bütün qanın içində idi, amma o davam edirdi. Bu müharibə idi. Oh, Nate Diaz is going off. Oh, big shot by Conor. Əlbəttə, indi bizim yollarımız ayrılacaq, hər öz yolu ilə gedəcək. Amma mən sizə söz verirəm, biz yenidən döyüşdə görüşəcəyik. Mən çəkimi indi salacağım, mən 145 funtda çempionam, irəlidə 155 funtun çempionluğu var, onun ardınca gedirəm. Bu mənim üçün inanılmaz və çox vacib bir döyüş idi. Mediadan tutmuş döyüşçülərə kimi, hamı mənə underdog hesab eləyirdi. Hamı mənə şübhə ilə yanaşırdı. İndi şübhə eləyin.